Salam, dəyərli fiziki tərbiyə müəllimləri. Dünən keçirilən sertifikasiya imtahanında, ilk fiziki tərbiyə müəllimləri üçün təşkil olunan sertifikasiya imtahanında uğur qazanan bütün namizədləri, müəllimləri təbrik edirəm. Gələcək pedaqoji fəaliyyətinizdə uğurlar arzu edirəm. Müəllimlər, dünənki imtahan suallarından öz yadımda qalan, müdavimlərimizin yadında qalan, yəni suallar, yəni tam da olmasa, qrupa atıblar müəllimlər. Bunu hələlik paylaşıram, amma tam hazır olduqdan sonra variantlarla tam hazır edəcəm, yenə də paylaşacağam. Deməli, birinci sual, futsalda nə yoxdur? Künc bölməsi, texniki zona, əvəzetmə zonası, cərimə zərbəsi, futsalda bunlar var, künc bayrağı yoxdur. Basketbol neçə hissədən ibarətdir? Basketbol 2 hissədən ibarətdir, 4 perioddan ibarətdir. Çoxu müəllimlər qarışdırıblar, 2 period, 4-4'ü götürüblər, amma ki, hissənin soruşursa 2 hissədir, yəni bir hissə 20 dəqiqə davam edir. Üçüncü, basketbolu klassik basketboldan fərqləndirən cəhətlər hansılardır? Bunu paylaşıb, daha doğrusu imtahanda düşüb ki, yəni üçüncü basketbolla böyük basketbolun fərqləri. Orada bir neçə variantlar olub. Cavab isə bu uyğun olub ki, cavab bir hissədən ibarətdir. Yəni bir perioddan ibarətdir. Şahmatda fil fiquru sonda verilib. 49-cu sualda səhv eləmirəmsə, özüm də imtahanda iştirak etmişəm, amma tam yadımda deyil. Şahmatdan fil fiquru qoyulmuşdu şəkil, yəni hansı fiqur olduğu soruşulurdu. Sonra bir cədvəlin içində müəllimlər deməli, K vitamini, B vitamini, Y vitamini verilmişdi uyğunlaşdırılmaqla. Yəni, K vitamini qanın laxtalanmasını tənzimləyirdi, A, 2-də B bu cür verilmişdi. B qrup vitaminləri enerji mübadiləsində iştirak edir. Y vitamini antioksidandır. Müxtəlif çıxışlardan startlar həmişə qeyd etmişdim, həmişə demişdim. Bütün deməli, sosial şəbəkələrdə, eyni zamanda bizim kitabımızda da həmişə paylaşırdım. Öz müdavimlərimizə də bildirmişdim ki, sürət komponentlərindən hər il imtahana, MİQ imtahana düşüb, sertifikasiyada düşəcək. Demək olar ki, keçdiklərim idi, müdavimlərimizə yəni düşən suallar. Müxtəlif çıxışlardan startlar sürətin hansı komponentinə aiddir? Hərəkətə reaksiya tezliyinə, voleybolda bir komanda, bu da qrammatik səhvlər var, müdavimlərin göndərdiyi suallardır. Voleybolda bir komanda hücumda topa neçə dəfə toxuna bilər? 3 dəfə. İmtinaya qədər hansı qabiliyyətin metodudur? Qüvvənin, davamlı icra olunan hərəkətlər, nəsə belə bir tərif verilmişdi, tam yadımda deyil, dözümlülük idi cavabı. Bədən hərarəti bədən hansı ətrafından ölçülür? Çoxu buna ənsə götürüb müəllimlər, amma qol altıdır. Məsələn, adi məişətdə, ev şəraitində də biz hərarətimiz olanda termometrlə qol altına qoyub ölçürük. Basketbol oyununda hesab edəcəkdirsə, qərar necə olur? Qərar oyun əlavə 5 dəqiqə ilə davam etdirilir. Gün ərzində ən çox nə istehlac olmalıdır? Meyvə şirəsi idi, qazlı sular idi, süd idi, cavab su idi. Hansı məsafədə start qəlibi olmur? Müəllimlər, qəliblər yalnız qısa məsafəli qaçışlarda olur, orta və uzaqda olmur. Cavab burada 800 metr idi. Ən çox bürünc qazandığımız yay olimpiya oyunları bilirik ki, hansıdır? Tokyo, daha doğrusu Rio 2016 yay olimpiya oyunlarıdır. Çünki biz ümumi medal sayına görə də 2016 Rio'da 31-ci yay olimpiya oyunlarında 18 medal qazanmışıq. 1 qızıl, 7 gümüş, 10 bürünc qazanmışıq müəllimlər. Basketbolda oyun bərabər bitərsə əlavə neçə dəqiqə verilir? 5 dəqiqə, bunu dedik. Sonra dözümlülüyün təzahür formaları verilmişdi. Sonra təkan qaçış addımında icra etmək, bədənin ağırlığı irəliyə, yuxarıya istiqamətlənir. Qolların sərbəst, ayağın holaylandırma hərəkətini tez və sürətlə icra etmək. Şagird hər gün yağlı qidalar və şirniyyat yeyirsə, nə baş verər? Variantlarda var idi düzgün qidalanma və yaxud da qeyri-balanslı qidalanma. Təbii ki, qeyri-balanslı qidalanmadır. Sonra müstəqillik əldə etdikdən sonra hansı olimpiya oyunlarda ən çox birinci medal qazanmışıq? Bunu dedim, vitaminləri dedim. Voleybolda yer dəyişmə olarsa, qərar nə olur? Yer dəyişmədə, daha doğrusu servizdə, yəni səhv xəta olarsa nə olur? Bu mövqe xatasıdır. Bir xal rəqibə verilir, servis haqqında rəqibə verilir.
Olimpiya proqramına daxil olan qadın gimnastikası növü bədii gimnastikadır. Dözümlülük fərqli olaraq dözümlülükdən fərqli olaraq çevikliyi fərqləndirən hərəkətlər, belə bir variantlar tam yadımda deyil nələr idi. Sürətdə 5-ci sinif keçid qanun normativlərdən yerinə yetirilir. 30 metr qaçış, eyni zamanda 4 vurəli estafet qaçışı, kalsiumun faydaları diş və sümüklər üçün vacibdir. Müəllimlər, inanın ki, dünənki yorğunluğu özüm də imtahanda iştirak etmişəm. Və eyni zamanda müdavimlərimiz də dünəndən biz dialoqdayıq, onların ballarını paylaşırıq, yüksək nəticələr əldə ediblər. Dünənki yorğunluqdan sonra bu testləri hazırlamışam. Dünən yadımda qalanları, müdavimlərin qrupa atdıqlarım. Bunu yəni hələlik paylaşmışam, amma tam şəkildə qəşəng PDF formasında yığacam irəliləyən günlərimizdə. Çünki hal-hazırda işlərimiz də çoxdur. MİQ-çilərin imtahanı qabaqdadır iyul ayında. Ona görə də hələ hazırlıqlarımız davam edir MİQ-ə görə. İş çox olduğundan bunları hələlik paylaşmışam, yenə qeyd edirəm. Ola bilər, yəni hər videoda olur da, yaxşını görmək istəyən görəcək, pisi görmək istəyən də görəcək, nəsə pis tapacaq. Ona görə burada qrammatik səhvlər də ola bilər. Yəni hələlik yazmışam bunları. İrəliyən günlərdə video hazırlayıb paylaşacağam. Tam PDF hazırlayıb paylaşacağam. Belə, növbəti ayda, iyul ayında MİQ imtahanı verən müdavimləri də uğurlar arzu edirəm. Bir daha sertifikasiya imtahanında iştirak edən müəllimləri təbrik edirəm. Uğurlarınız bol olsun. Pedaqoji fəaliyyətinizdə yeni bol uğurlar arzu edirəm. Və bu bir il ərzində, bu sertifikasiya ilində sosial şəbəkələrdə ödənişli, ödənişsiz fərqi yoxdur. Müəllimlərə dəstək olmağa çalışmışam. Bir faydamız oldusa nə xoş bizə və dünəndən təşəkkürlər də alıram. Belə, videonu sona qədər dinlədikdən sonra kanala abunə olun və videonu bəyənməyi unutmayın. Həmkarlarınızla da paylaşa bilərsiniz.